سلام عزیزlər, vaxt bexeyir və arzuya qəbul itaat və ibadət varım və təzə ildə inşallah ümidvaram ki cibüz dolu və üzüz gülər ola. Dünənləri mən bir mövzuya bərxurd elədim در مورد bu vanetçilər ki samandehi oldular və bunlar da nəcibانه məhəlləyə ki təyin olmuşdu, qəbul elədilər, getdilər, müstəqər oldular. O da budur ki bunlar به şiddət با کاهش furuş müvaciə etdilər. Təzə il qabaqdadır, əziz günlər qabaqdadır. Bunlar hamısı niyazmənd oldular ki, biləxərə alver eləyələr və şərafətlə alver eləyələr və xanavadələrin mövzuatını həll eləyələr. Bizlər də fikrim gərək bir təğyir rəftar özümüzdə icad eləyək. Biz əlan fikirəm özümüzə zəhmət vermiyor. Bir neçə qədəm düşək, piyada olaq o yerdə ki, qəblən mütalibə eləydik ki, ağa bu işi əncam verin, trafik həll eləyin. İndi onların köməkliyi ilə trafik həll olur. Bunların zindəciləri müşkillə müvaciə olurlar. Bir macəra olmasın ki, trafik həll ola, bəli bu tərəfdən bu əzizlərin zindəciləri və məişətləri müşkili çoxdur. Ümidvaram ki, riayət eləyək və səyləyək bir müşkili həddəqəl əgər bu rəvişlə də istəyirik həll eləyək, elə çənd canibə həll olsun ki, nə six besuzə, nə kebab.